Hazır reklamlara başlamışkən davam edək. Soruşurlar ki, nədən oxuyaq qısa müddət qalıb imtahanlara. Mən özümün illərdir digər repetitorların istifadə etdiyi bir vəsaiti sizə göstərirəm. Bir beynimdəkiləri bura götürmüşəm. Bilirsiniz ki, MİQ birincisi olmuşam, dəfələrlə yüksək nəticələr toplamışam. Məhz bu bilgilərin sayəsində, bu bilgilər təkcə kitablarda olan məlumatlar deyil, həm də mənim illərcə topladığım təcrübəmin nəticəsidir ki, daha asan necə öyrənə bilərik, daha asan necə yadımızda qalır. Və işləri əl yazma şəklindədir, tərtibatı da insanı yormur, gözünüz də oxuduğunuzu yadda saxlayır, göz yaddaşı da bir başqadır. İndi oxuduqlarınızı mümkünləndirmək üçün bu vəsaitə keçirsiniz. Burada testlər yoxdur, burada sırf açıq suallar var. Baxın, suallar hamısı açıqdır və siz özünüzü aldatmadan hansı biliklərə yiyələndiyinizi öyrənmiş olursunuz. Təbii ki, arxada cavablar var. Arxada hər bir açıq sualın özünün cavabı var. Və qeyd edeyim ki, əlavə kimyadan vacib olan məlumatlar, hansı ki bizim yadımızda qalmayan tətbiq sahələri, minerallar, situasiyalarda düşür tətbiq sahələri, həmçinin bəzi kimyanın təcrübələrin gedişatı və qeyd edeyim ki, açıq suallarla yanaşı sınav nümunələri vardır ki, burada artıq testlər özünü göstərir. Bu sırf təkrar üçündür. Həm abituriyentlər, həm də müəllimlərin iş ədəbi imtahanı hazırlaşanlar istifadə edə bilər. Daha sonra keçdik növbəti vəsaitə. Bu vəsaiti kimlər istifadə edə bilər? Müəllimlərin işə qəbuluna hazırlaşanlar, sertifikasiya hazırlaşanlar və abituriyentlər. Abituriyentlər 4-cü qrup olsa daha uğurlu olacaq. 1-ci qrupdan da əlbəttə çətin suallar düşür, ancaq istifadə etmək istəyən olsa biliyini təkmilləşdirəcək və daha dərin bilgiyə sahib olacaq. Baxın, illərcə istifadə olmuş sual tiplərini izah etmişik komandayla və həmçinin oxşarını hazırlamışıq. Rəfidə müəllim sağ olsun oxşarları hazırlamaqda kömək edib. Bunu kompüterdə yazı şəklində çoxunu mənə təxminən bir 70 səhifəlik hissəni Mətanət müəllim kömək edib. Beləliklə möhtəşəm bir vəsait dərsiyə gəlib. Həqiqətən də özümə nə lazımdırsa hamısını sizlər üçün maksimum şəkildə paylaşmağa çalışmışam. İllərcə bilirsiniz ki, öz səhifəmdə, digər səhifələrdə açıq şəkildə paylaşım edirəm imtahan və imtahandan sonraki sualları. Gördüyünüz kimi burada həm də kurikulum suallar var. Müəllimlər metodikadan da sınaqlar üzrə cavab verə bilərlər sualları. Yəni müxtəlif sınaq nümunələri, müəllimlərin işə qəbul imtahanının 5 il ərzində olan nəticələri, qiymətləndirmə və digər nə axtarsanız var. Üşüdüm, daha danışa bilmirəm. Yazda hava soyuqdur və sonda qeyd edeyim ki, hər birinin cavabı var. Bu arada gördüyünüz kimi mineralları əlifba sırası ilə düzmüşəm, hamısını ayırmışam. Hətta qeyd edeyim ki, müsahibəyə hazırlaşanlar üçün illərcə müsahibədə verilən sualları toplamışam və s. Yəni burada danışmaqla bitməz. Çox şey var. Hətta kurikulumdan sual cavab belə var.